Adi çörək xəmirindən belə xırçıltılı, içi yumşaq pirajki alındığını bilirdiniz. İllərdir bu reseptlə hazırlayıram. İlıq suyu, şəkər tozu və maya ilə qarışdırıb, ağzı bağlı mayanın çalışması üçün gözlədirəm. Ona duz qatıram. Mayalı qarışımı və yağı əlavə edib ələ yapışmayan xəmiri yoğururam. Qabı yağlayıb xəmiri yerləşdirirəm. Üzərini striclə örtüb isti bir yerdə mayalanmağa qoyuram. Bu müddət ərzində içliyi hazırlayıram. Qaynadılmış ciyər və qovurduğum soğanı ət çəkəndən keçirmişəm. Zövqə görə ədviyyatını əlavə edirəm. Yaxşı mayalanmış xəmirin havasını alıb 40 qramlıq 38 kündə tuturam. Xəmiri əlimlə açıb içlikdən yerləşdirib bükürəm. Təkrar bir qat da bükürəm ki, qəti açılma olmasın. Yağın lazımi dərəcəyə gəldiyini çubuqla yoxlaya bilərsiniz. Çoxlu qabarcıq yaranırsa bişirmək olar. Pirajkilərin hər iki tərəfini qızğın yağda qızartdıqdan sonra yağını çəkməsi üçün ara kağız dəsmalın üstünə yığıram. Mən pirajkini soyuyandan sonra yeyənlərdənəm. Siz necə? Yağdan çıxan kimi isti-isti yeyirsiniz? Belə reseptlər üçün səhifəni izləməyi almağı unutma.